Salam, hər vaxtınız xeyir. İyulun 20-sinə gözlənilən hava proqnozu ilə studiyada mənəm, Səbinə Cəlilli. İyulun 20-sində gözlənilən hava şəraiti açıqlanıb. Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-24 dərəcə isti, gündüz 27-30 dərəcə isti olacaq. Əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 33-38 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.